Dondu. Yəni baxın diqqətlə. Çox maraqlıdır. Hər kəs salam dostlar. Bu günləri eksperimentlər aparacağıq. Həm əlimi yandıracağım, evi yandıracağım. Sonra telefonda maraqlı bir şeylər çəkəcəm. İndi bir-bir hamısını sizə göstərəcəm. Keçək videoya. Keçək birinci videoya dostlar. İlk öncə bizə lazım olan bir stəkan, bardaq stəkan, şərab stəkanıdır. Yəni də YouTube'dan bir video. İndi bunu stəkana yansıtacağım. Gördüyünüz kimi ilk videomuz stəkanda balıq görsənir. İndi daha aydın görsənmək üçün işıqları söndürürəm. Daha rahat baxasınız. Baxın. Baxın diqqətlə. Çox maraqlıdır. Videonu qoyuram. Baxın. Görüntüyə. Evdə balaca bir sinema düzəltsən özün üçün maraqlı. Mini proyekt deyək də bunu. Görüntülər də çox maraqlıdır. Mənim çox xoşuma gəldi. Möhtəşəm də. Kimə maraqlı gəlsə dostlar kommentə yazsın. Mən izah edəcəm sizə necə eləyirlər bunu. Qaldığı qaranlıqda yandırım işıqlığa çıxar. Keçək ikinci eksperimentə. 4 dənə qaşıq, 4 dənə bateriya. Yəni də 10 qəpik. İndi bununla bateriyalarla 10 qəpik hərəkət edəcək. Yavaş-yavaş yuxarı qalxacaq. Nəysə, onu düzələk birinci. Belə düzülür bunları. Bu da belə. Bateriyaları içine yerləşdirsən. Şöyle. Qəpiyi tam mərkəzə yerləşdirirsiniz. Keçək indi üçüncü eksperimentə. Bizə lazım olan tənzif, nəm salfetka da olar. Bunu özüm kəsdim. Sonra biraz sudur, bir dənə pirildir. Piril ekranıdır. Bölümlə baxmış olmadı. İndi maraqlı bir şey düzələcəm. İndi nə izləmədə qalın. İlk öncə bunu 3 qat eləyəcəm. 3 qat oluyor, bunu bağlayacağım. Bunu testlər deyil. Sonra su tökək. Buna da bir belə su lazım üçün. Yaxşıca qarışdırmaq lazımdır buna. Suyu çox oldu nəsə. Məncə bəs eləyər. Onu da bıraq. Yoxlaya görə anlar, mən də birinci dəfədir. İçdim, elətdim mən. Birinci içdim, sonra sən də mənə əksini eləmək lazımmış. Sən yoxlayaq görə anlar. Bu köpüyü belə çox olmalıdır. Belə fikirləşəm. Yaxşıca qarışdırın bunu. Mən kasıbın pirini eləyəm, siz ferini eləyin, yaxşı anlayacaq. Yoxlayaq. Ancaq bu maraqlıdır. Bunu da yapışıb hər yerə gəlir.
Növbəti eksperimentim ən təhlükəlidir. Siz bunu evdə eləməyin. Mən bilmirəm, birinci dəfə edəcəm. Yəqin ki, ev zadı yandıracam. Ən təhlükəlidir. Əlimdən alov çıxaracam. Görün necə anlayacaq. Onun üçün siz bunu 100% eləməyin ha. Onun üçün biraz şampun lazımdır. Biraz su. Bir də ki, yandıran qazıdır. Biraz əlavə eləyək bundan. Sonra qarışdırsam elə barmağımla suyun içində köpürtməsin. Sonra hər ehtimal qarşı əlimi su vurum, yanacaq çünki. A few minutes later. Əlimi yaş elədim. İndi bunu bilməm necə olacaq. Özü risk edəcəm. Dondu. Dişlərim yandı. Dişlərim köz oldu, yandı hamısı. Yenə də yoxlayacağım. Qazı çoxdur ya. Mən xoşum gəlir nəsə belə şeylərdən. Heç əli yandırmır, ancaq çox maraqlıdır. Nəsə xoşum gəldi bundan. Mən yandıra biləm evi. Məncə maraqlıdır. Çox salamatçılıqdır. Dostlar, bugünlük bu qədər bəsdir eksperiment. Tükümü də yandırdım. Əlim yanmadı, onda tüklərim yandı. Sizi bir yanımda. Əli yaxşıca istilasanda bu yanlar yanmasın. İstilanda yanmır. Videonu bəyəndinizsə, like qoymayı, komment yazmayı unutmayın. Yəni, yenə belə videolar istəyirsinizsə, kommentlərə yazın. Mən də hamısını bir-bir oxuyuram. Oldu, çox sağ olun.